19 may 2025-ci il bir dəhşətli xəbəri diqqətinizə çatdırıram. Dəyərli izləyicilər, 400-dən çox stomatoloq Bakıda aksiyaya hazırlaşır. Tibbi Ərazi Bölmələri İdarə Etmə Birliyi tərəfindən Azərbaycandakı dövlət tibb müəssisələrində çalışan stomatoloqlara qəribə tələb qoyulub. Belə ki, paytaxt Bakıda stomatoloqlardan hər iş otağı üçün aylıq 1800 manat, bölgələrdə isə 1200 manat pul vəsaiti tələb olunur. Bu qeyri-rəsmi tələb stomatoloqların ciddi narazılığına səbəb olub. Statinfo xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən stomatoloqlar qrupundan Unikala bildirilib ki, may ayının 22-sindən 400-dən çox stomatoloqun təbibin binasının qarşısında etiraz aksiyası keçirilməsi nəzərdə tutulur. Stat, etiraz aksiyasına səbəb paytaxtda çalışan stomatoloqlardan aylıq 1800 manat, regionda fəaliyyət göstərən həmkarlarımızdan isə 1200 manat pul vəsaitinin tələb edilməsidir. Qeyd edilib ki, ödənişlər xəstələrdən alınan pullar hesabına yığılmalıdır. Vurğulayaq ki, bu pul vəsaitləri qeyri-rəsmi formada tələb olunur. Reallığa baxsaq, biz xəstələrdən o qədər də ödəniş ala bilmirik. Bizim rəsmi maaşımız cəmi 500 manatdır. İş prosesində bizə lazım olan tibbi vəsaitləri öz pulumuzla alırıq. Təbib isə bizə cəmi bir neçə tibbi vasitə təqdim edir. Onlar da demək olar ki, istifadə olunmur. Şəhər və rayon tibb mərkəzlərindən bizə bildirilib ki, bu ödənişləri həyata keçirməyən stomatoloqlar işdən azad olunacaq.